Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm selam ve rahmetullah ve berekatuhu. Şeyh, İmam Bukhari rahimahullah kimiydi? İmam Bukhari böyük alimlerden biridir, İslam alimlerinden biri. Ve hicretin 194-cü ilində dünyaya gəlib, 256-da vəfat edib. Və böyük xidməti olub İslam dininə, İslam elminə və xüsusən də Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə cəm eləməkdə. Və bir əsəri var, Səhih Buxari. O kitabda çalışıb ki, ancaq səhihi qeyd eləsin. Ancaq səhihi qeyd eləsin. Düzdür, bunu deyəndə, o demək deyil ki, hədisləri yalnız İmam Buxari yıxıb, cəm eləyib. 194-cü ildə dünyaya gəlib və artıq alı kəsəndən artıq başlayıb cəm eləməyə, elm öyrənməyə. Çünki ən birinci kitabı Tarixul Kəbirdir, 18 yaşında yazıb. Orada cərh-tədil elmindəndir. Yəni, şəxslər barədə kimlər olublar və s. Hətta onu o vaxtın mümeyyiləri dedilər ki, sən qeybət eləysən. Və şeyx də gətirdi bəzi dəlillər yenə hədislə. Ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib bəzi adamlar barədə. Ona görə bəyan eləyib ki, o cahillərə ki, bu qeybət deyil. Qeybət nə vaxt olur, nə vaxt qeybət olmur. Əksinə, sünnət olur. Onu ayırmaq üçün elm lazımdır və elm əhlinin yanında olmaq lazımdır, salamat. Çünki bidət əhli onu ayırmır. Və ya bilirlər, sadəcə ətrafındakiləri alladırlar, başqa cür təqdim edirlər. Onu qadağan bir şəkildə olmağını təqdim edirlər. Bu oyundur belə. Lakin insanlar elm tələb eləsələr, ayrı biləcəklər. Və İmam Buxari, rahiməhullah, o bir dənə hədis cəm eləyən olmuyor ki, ondan qabaq da olub, ondan sonra da olub. Sadəcə o seçilib, yalnız səhih hədisləri cəm eləməkdə. Onun da yolları var. Sənədlə, sair, o sənəddə olan şəxslər barədə tam məlumat, necə olublar və s. Və həmçinin onu dəqiqləşdirmək, səfərlər. Çünki rahiməhullah o hədisləri görə həyatı boyu səfərlərdə olub. Lakin İmam Buxaridən qabaq da hədisləri cəmləyənlər olub. Və məsələn, hələ ən məşhurlarından hələm deyirəm. Hansı ki, onu hamı bilir. Məsələn, İmam Əhməd. İmam Əhmədin Müsnəd Risaləsi var. Nə qədər orada hədis və əsərlər var, daha doğrusu. Əsərlər var. Sahabələrdən. Sahabələr də Peyğəmbər sallallahu aleyhi ve sellem tələbələrdir. Onu görənlərdir. Və ya məsələn, tutaq ki, İmam Əhməddən də qalaq öncə. İmam Malik. İmam Malik, o da hədis cəm eləyənlərdən biri olub. Tam o barədə vaxtını sərf eləməsə də, çünki başqa elmləri də sərf eləyib, lakin onun bəzi kitabları var, hədis toplumu. Onlardan da biri ən məşhuri Muvatta Risaləsi kitabı. Hətta İmam Şafii rahiməhullah deyir ki, Quran-ı Kərimdən sonra ən səhih kitab Muvattadır. Düzdür, hələ Buxariyə qoydu ona görə. Çünki İmam Şafii hicrətdən 150-də doğulub, 150-də. 204-də vəfat edib. Yəni, hələ Buxari rahiməhullah səhih çıxmamışdı toplumu. Ona görə İmam Buxari rahiməhullah böyük xidməti olub, böyük alimlərdəndir, hədis alimlərindəndir və Allah subhanət hələ ona rəhmət eləsin və qiyamət günü bu elm ki, elmə sərf eləyib vaxtın, əziyyətin, Allah Teala onun mükafatını versin cənnətlə. Vəssalamu aleykum və rəhmətullahi və berekatuhu.